Salam dostlar, bu günləri mən sizə qanın 9 kvadratın bir cədvəlini də göstərəcəm. Elektron hesablayan, onun Excel formatı da var. Məndə Excel formatı yoxdur. Niyə? Çünki bunun saytı və telefonda proqramları da var. İndi siz başa düşəcəksiniz. Diqqətlə oturun, yaxın oturun. Gördüyünüz kimi siz indi burada heç nə anlamırsınız ki, burada nə xəttlərdir, niyyədir, nə üçündür. İndi sizə bir söz deyim. Qiymət gəlib düşüş verib bura və mən maqniti yandırmışam ki, lap dəqiq olsun. Və dəqiqliklə mən buranı çıxartmışam 4043 və 4043 avtomatik mənə hesablayıb. Deməli, nə edib? Mən 4043-ü yazdıqda o saytda var. Bir dəqiqə. Bu saytdır. Dostlar, bu sayta gəldikdə stok adını görür. Bu sayta gəldikdə dostlar, burada siz rəqəmi yazırsınız. Avtomatik olaraq sizin üçün hesablayır. Bu metodla da sizə bir sözdür. Çoxları bu metodla da qazanırlar. Elə qəşəngdir qazanırlar, subeti qazanırlar. Sifariş bloklarını zəif bilirlər. Amma burada qiymət dediyi yerlərdən bunlar hərəkət edirlər. Deməli, bəzən qrafik analiziyə, market strukturu bilirlər, düşüş, qalxı, paternləri tanıyırlar. Yəni, nə deyirlər, figur paternləri, mum paternədirsə və s. Yəni, normal 50% tradingi bilən insanlar bu metodla qəşəngdir qazanır. İndi nə metoddur? Diqqətlə baxaq. Buna fikir vermin, belə reklam kimidir. İndi isə burada biz artıq rəqəm yazdıq. Avtomatik olaraq qrafik bunu hesabladı və bizə göstər. Bizim ehtiyac yoxdur ki, bir də girib Godzilla'da və s. neysə eləyək. Bizim yazdığımız rəqəm gəldi, düşdü bu hissəyə. Gördüyünüz kimi, müqavimət və dəstəyin arasına düşdü. İndi biz burada nə edirik? Birinci növbədə bizə burada deyir ki, alış sonrası buy. Yəni, 4048.14-dən alış başlamaq lazımdır və stopumuzu 4032-yə qoymaq lazımdır 2005. İndi mən orada lap dəqiqliklə yazmadım, nöqtə vergüllə. Çünki burada da elə də, yəni gördüyünüz kimi, amma tam dəqiqliklə hesablayıb deyir burada. Sürü hesabıyla telefonda bir balaca. İndi isə sel zonası 4032-dən sel zonasıdır. 4032-dən yadımızda saxlayaq. Sel zonası gedəcək və stopumuz da 4048-də. İndi biz qaydaq birinci növbədə nəyə fikir verək? Buy 4048-dən və burada mən burada deməli kimsə bilmirsə target birinci hədəfimiz 4062, 4077, 4093 və s. Yəni hədəflərdir. TP1, TP2, TP3. Burada biz qrafikdə yaşıl xəttləri görürük, yaşıl rəngdə. Bu həmən bizim baylarmışdır. Sel qoymamışam çünki selə ehtiyac yoxdur burada. Burada bizdə baylardır. İndi baylardan danışıram ki, çaşmayasın. Deməli, burada rəqəm kopyalamışam. Toçuna oradakı kimi kopya eləmişəm, dəqiqliklə hamısını yerləşdirmişəm. Yəni, o da necə? Tutalım ki, götürdüm bu xətti, attın tutalım ki, hər hansı bir yerə. Orada üstünə 2 dəfə vurursan, gəlirsən koordinat hissəsində kopya elədiyi bura qoyursan və OK vurursan. Bu bizim işləmimiz. İndi biz burada nəyə fikir verək? Burada mənim sarı xəttəm də var. Bu sarı xəttlər nədir, necədir və s. İndi burada biz nəyə fikir verək? Burada biz aşağı nöqtəni qeyd eləmişik və bilməliyik ki, baya girik. Və insan belə deyil. Qrafiki azdan çoxdan başa düşən insan, azdan çox. Bunu dediyi kimi eləyir. Deməli, bu hissədən artıq bu qiymət bura çatanda bu insan baya girir. Bu insan buradan baya girir. Və birinci etapı gözləyib. Birinci etap buraydı, düzdürmü? Target 1, target 2, target 3, belə dedi. TP1, TP2, TP3 belə. Buradan bura xeyrə getdi bu. Kör-körana girdi, baya girdi. Çoxsu da qəşəngdir qazanır. Dünyada neçə minlərlə insanlar beləncə işləyir. Qanın 9 kvadratı vasitəsilə. Deməli nədir? Sonra nədir? Və buradan da baya girməlidir o. Beləncə götürür ki, buradan da baya girməlidir. Və bunu buradan da hərəkət edir. Deməli, ondan sonra burada nə baş verirsə bir sözdür. İkinci bir etapı göstərdim orada. Burada gördüyümüz kimi böyürdə həmən hissənin çıxardıb 4064.6, 4080, 4096 və s. Bunlar nədir? Bunlar bizdə resistance müqavimətdir. Yəni aşağı düşər, yuxarı qalxası müqavimət olur. Support isə bizdə dəstəkdir, yəni dəstək zonalarıdır. İndi gəlin müqavimət zonalarına biz fikir verək.
Fikir verin. Burada bizdə 4064. Burada müqavimət zonasıdır. Deməli, qiymət bura çatanda biz fikirləşirik ki, burada müqavimətlə rastlaşarıq. İndi zəif bilən insanlar necə istifadə edir. Amma güclü bilən insanlar bunu daha çox əldə edir. Niyə? Bu sifariş bloklarına diqqət yetirir. Fikir verin. Sonra burada trendin necə düşüşünü, necə qalxışına fikir verir. Trend hansı istiqamətdə hərəkət etdiyini fikir verir. Və bununla da gözəl bir nəticə alınır. Bu insan burada dəstək və müqavimət görür və burada fikirləşir ki, əgər dəstəyi qırarsa, mən buradan baya girməliyəm, qırıb gedirsəm. Əgər üzü aşağı, üzü müqavimətə çevrilir, bunu qırarsa, mən onda növbəti dəfə selə girəcəm. Yəni, beləncə işləmlər elə. Təsəvvür edin. Görün, hələ mən sizə qrafikin gedişatından görün necə işləmləri əldə etdiyini. İnsan stop lossdan girir, stop lossu özü dənir. Stop oldu burada, girdi burada. Müəyyən bir hissəyə kimi getdi mi? Getdi. Sonra qiymət gəldi, buranı qırdı. Gördü, qırdı, getdi. Girdi mi bir partiya yuxarı? Fikirləşin, növbəti hissə buracan gələcək. Hədəf 1 və yaxud da ikinci dəstək və müqavimət kimi. Görürsünüzmü? Buradan bir dənəlik girdi. Və insan başlayır bunların vasitəsilə oynamağa. Fikir və burada bir dənə də dəstək oldu. Burada dəstək oldu. Fikir avtomatik olaraq qiymət neçə dəfə buradan təkan verib. Bir lojni proboy kimi bunu qəbul etsə, fikir və oynayıb burada dəstək və müqavimət rolu. Eləncə də bura çatana yaxın. İnsan təsəvvür ki, qiymət çatır, bura çatana yaxın insan avtomatik olaraq burada qiymətin verir üzü aşağı və nə qədər qazanc əldə edir. Fikir verin. Xırda stop loss'da alan işləyir. Görün insan bir partiya burada bayla girdi mi? Bayla girdi. Burada gəldi. Bu hissədə dəstək və müqaviməti gördü mü? Gördü. Bu hissədə gəldi, gördü mü? Gördü. İndi isə mən buranı qeyd edəcəm və bura uyğun hesablamanı burada cədvəldə eləyəndən sonra başlayacağım. Diqqət eləyək dostlar, fikir verin. 4107 maqniti yandırmışam. İndi biz düşüşə fikir verib. Bu bizim hündür nöqtəmizdir burada və biz burada qrafikin düşüşünə görə hərəkət eləməliyik. İndi biz burada nə edəcəyik? Göy baydı. Əgər bura gələrsə biz bay girməliyik. Deməli, qrafik hələ bura gəlməyib. Ona görə birinci xəttimi atdım, o biri xəttlərimi atmadım. Çünki artıq fikir yayındırıcı olmasın. İndi insan görəndə o biri xəttlərində atır. İndi burada insanlar eləyəndə mən sizə nəyi göstərdim? Diqqətin qulasın, yaxın oturun ekrana. Bu ağ xəttlər isə mənim sellərimdir. Ağ xəttə eləmişəm ki, qırmızı eləməmişəm, siz görəsiniz. Çünki fərqli olsun da sellərimdir. Və burada isə sarılar dəstək və müqavimət. İndi dəstək və müqavimət avtomatik olaraq bu qiymətə görə hesablayıb. Mən də bu qiyməti yazdığıma görə hesablayıb. Bu eyni də düşsə üst-üstə elə bilməyin ki, əvvəlkini mən yazmışam. Yox, əvvəlki deyil, qiymətdə diqqət yetirin. Bunu mən hesablamıram, bunu proqram vasitəsilə hesablanır. İndi isə diqqət yetirək bu proqrama. Burada support, yəni dəstək və müqavimətlərdir. Fikir verin, mən dəstək və müqavimətləri qeyd eləmişəm. Hamısı 4032, 2000, 4016-da qeyd eləyə bilər. Və burada gözlədik ki, buy zona 4112-dir. Gəldisə baya girməliydik. Birinci hədəf, ikinci, üçüncü, dördüncü tepələrimizdir bu. Tepe 1, tepe 2, tepe 3, tepe 4 və s. Və burada isə görsədik ki, sel, yəni 4096-dan artıq biz selə girməliyik. İndi bizim yazdığımız rəqəmə uyğun 4107, bir dəqiqə, 4107 yazmışam. İndi mən qızıla uyğun göstərirəm və 4107 yazmışam və qızıla uyğun göstərirəm və biz qızıla uyğun da biz hərəkət edəcək. 4107 yazılıb, düzdür, 4107 yazılıb və ondan sonra da biz indi diqqət yetirəcək. Fikir verin, bizə demişdiyimiz sel girək, düzdürmü? Biz gözləyirik, qiymət gəldi, bura çatdı 4096-ya, görürsünüzmü? Mən qrafik özüm qrafikə görə qoymuram. Proqram özü hesablayır. Yoxlamaq istəyirsiniz, daxil ola bilərsiniz. Saytı göstərdim sizə, heç nə gizlətmirəmsə yoxlaya bilərsiniz. İndi sizə bir sir dedikcəm videonun axırına yaxın diqqətlə oturun və yaxud da hansı bir məqamda və fikir verin. İnsan hissələ girdi, düzdürmü? Birinci etap, birinci target. Birinci targetin gözlüyü, görürsünüzmü? İndi burada elə oldu birinci target. Birinci targetin gözlüyü. Sonra ikinci targeti də gəlir. Sonra üçüncü targeti də gəlir.
Fikir verin. Sonra abratka gəl və 4-cü targeti. İndi fikir verin. İnsan buradan sələ 2 dənə, 3 dənə əməliyyat bıraxsaydı, standart olaraq 2 dənə işləsəydi, qulağın diqqətlə. Görürsünüzmü? İnsan burada avtomatik olaraq 2 işləsəydi, birini saxlasaydı, ya burada bağlasaydı, artıq insan çoxlu pipsdən xeyirdəydi. Sonra deyirsiniz ki, gəlin konseptləri öyrənin. Hansı konsepti öyrənin? Mənə gəlin deyin ki, Property Trader falan konsepti öyrən, falan konsept sənə belə uğur gətirəcək. Mən sizə göstərdiyim hələ kobudvarı insanların işlədiyim metodu göstərirəm ki, gör nə qədər insanlar ucu qabağa düşür. Bunu saytda da göstərirəm. Götürün Luboy qızılın, Luboy yerində yoxlayın, Luboy kriptovalutada yoxlayın, Luboy ürəyiniz hansında işləyir yoxlayın bazarda. Onu gör. Bax insan zəif bilir də, sifariş bloklarını təqribən bilir, buradan girdi. Bu insan məsələn 30-40 və yaxud da standart 50 pips götürür məsafəsini girdi əməliyyata və yaxud da buradan xəttdən aşağı düşən kimi təzədən gedir. Bu insan bununla işləyir. Ancaq bu hissədə dəstək və müqavimətdir deyənə, bu dəstək və müqavimət kimi bunu qarşılıyor ki, burada qiymət qalxa bilər. Görürsünüzmü? Deyib biraz qalxıb indi. Buradan düşüş verdi təzədən. Təzədən buranı qırdısa, burada insan bir dənə sel girir, sarı xətti aşağı qırır, ona görə sarı xətti. Birinci targetə görə heç demirəm, onu danışmıram. Təzədən bir dənə sel girir insan. Təzədən bir dənə gəlib fikirləşir ki, harcı təqribən buracan gələ bilər ki, buradan gəlir aşağı, buradan bura gəlmir. İndi buradan insan stop oldu, getdi, bu yuxarı getdisə, görür yuxarı getsə, girdi yuxarı, füsə qutardı. İnsanın bu metodlarıdır. Görür yuxarı getdisə, girdi, tez bazar burada stop olub, girir yuxarı, həmə getdi ki, qəşəng götürdü. Buradan xeyrini, fikirləşir ki, buradan birdən qiymət dönə bilər və s. Və beləncə metodlarla insanlar işləyir. Dəstək və müqavimət yerlərini təyin edir, oradan qırdısa belə, buradan qırdısa belə və s. İndi grafikdə artıq bir 30-40% grafikdə anlayışı olan insanlar artıq avtomatik olaraq onlar orada öz hissələrini, girişlərini edirlər və fikir verin. İnsan gör hansı bir hissələrə kimi artıq buradan giriş eləyib, təsəvvür qiymət gəlib axı bura. Görürsünüz, buradan giriş eləyib yuxarı nə qədərsə götürüb. Sifariş bloklarını bilsə sizə bir balaca buradan çox buna arxain olub giriş eləyəcək. Fikir verin. İndi mən burada qızılı göstədirəm, fərq yoxdur. Gedin hansında istəyirsə özünüzdə yoxlayın. İndi isə biz 3-cü metoda baxacağıq. Dostlar, mən bu hissədən 4038-dən vergi 9 dərindən girmədim, 4038-dən götürdüm. Yine burada attığım kimi birinci növbədə gəlin baxaq. Sayta 4038'den götürmüşəm. 4038'e düşüb bu iki hissənin arasına. Siz hər dəfə deyəcəz belə düşür. Çünki burada qrafik çox balaca deyənə da bir də 39, nə bilim neçə göstərmir də. Göz 48-ə kimi. Promo ilə əsas dəstək və müqavimət yerlərini göstərir. Qiymət hara? Əgər bu hissəyə düşərsə onda o heç. Və bu da hesablamalar gedib. Gözmü? Support, yəni dəstək yerləri, resistance müqavimət müqavimət 1, 2, 3, 4, 5. Buy zonası 4048.14'dən, stop loss'un bura, sell zonası 4032'dən, stop loss'un bura. İndi isə biz qayıdırıq və diqqət yetiririk. İnsan qiyməti buradan götürür və qiymət müəyyən hissəyə qalxdıqdan sonra bu insan baya girdi. Lüboy bir yerdən götürə bilərsə, lap buradan götürə bilərsə. Prosta indi videolar uzun olmasın deyərəm. Mən sizə bir iki məqamla. Bu insan baya girdi. Fikir verin. 4048'dən baya girdi. Getdi. Birinci target, ikinci target. Burada iki targeti götürə bilir. Üçüncüyə gedib çıxmağı bir balaca geri dönüşdən sonra təzədən üçüncüyə getməyi var. Və burada sell zonası olduğuna görə bura yaxınlaşanda insan təzədən bir partiyada selə girir və yaxud da baxır qiymət hara gedir ki, xeyrinə gedirsə və yaxud da stopa gedirsə bağlayır. Görün. 2-2-3-3 beləncə açacaq bu metodla, indi sizə videonun axırında deyəcəm, diqqətlə.
oğlum və dəstək və müqavimət yerinə yaxınlaşır və fikir verir ki, sizmi? Bir dənə gəlin biz fikir verin. Və bu hissələrdə dəstək və müqavimət insan görür. Dəstək və müqavimət hissələrində gəlin biz diqqətlə şamların hərəkətinə fikir verin. Görürsün, siz elə biləcəksiniz eyni rəqəmdə proqram işləyir, hər dəfə hesablayır. Fərqi gözü dəstək və müqavimət yerlərinə dəfələn olur. Dəstək və müqavimət yerlərində insan bir qiymət çönə bilər və o vəziyyətlərdə də insan artıq əməliyyatlara girir. Fikir verir, üzü aşağı girir. Görür, hə, üzü aşağı gedirsə, müəyyən qədər pips götürdü, məsələn, neynədi və s. belə dəstək və müqavimət yerlərini qırdısa baya girir və yaxud da gözləyir geri dönüşdüsə, əgər gözləyir oranı keçirsə selə girir. İnsan xəttlərə uyğun işləyir. Yəni atdığı bu xəttlərə uyğun proqramı hesablayıb ona çıxartdığı metoddan işləyir. Çünki burada adi bir şey deyil. Çünki insan qancılarını istifadə edə bilmir və insan belə bir metoddan işləyir. Belə bir metodda da insanlara gözəl bir nəticələr əldə edir. Az qazançlar deyil. Fikir verin, insan buradan götürdükdə artıq insan nə qədər xeyirdə olur. Bir gedişdə olduqmu xeyirdir, tam 2-2 açılsa hər əməliyyatı. Burada gəldi, stop oldu mu, tutalım ki, deyək stop oldu, fikirləşirdi, bura gedəcək, alınmadı. Sonra geri dönüşdə bir partiya girir, çünki dəstək və müqaviməti qırır, artıq növbəti hissədə gözləyə bilər. Bu hissəni insan bu aralıqlarda əgər işləyirsə, adi bir şey. Buna fikir verməyin, çünki qrafik bu insan buradan bu tərəfə yaşayır. Bir dəstək və müqavimətə yaxınlaşır. Bir partiyada bu insan verir aşağı, sonra gəlib çatına yaxın buralarda bir partiyada gedir və s. Belə oynayır. Bu targetlərə artıq o önəm vermir. Artıq o insan oynayır dəstək və müqavimət zonalarında. Çünki bu targetlər artıq səndə buy zonaları idi. Sən buy zonalarını keçdikdən sonra sən artıq burada ikinci təpəni götürdükdən sonra burada elə də çox fikir vermirsən. Sən ancaq fikir verəcəksən dəstək və müqavimət zonalarına. Və bu hissələrdə işləyəcəksən. Məsələn, bu sənə sadəcə əgər sifariş blokunu bilirsən, bu hissədə beləncə qalıbsa, bu xəttlərə, göy xəttlərə önəm verməyəcəksən. Məsəl üçün, indi mən göy rəngdə çəkmişəm, göy uşağı kimi. Verin, burada artıq düşüş getdikdə bu insan girdi, buradan bay geri dönüşsə bağlaya bilər və yaxud da gözləyə bilər. 2-2 açılsa əmələ hər dəfə insan xeyirdedir. Fikir verin, burada qırdısa, girirsə, elə görür, alınmı, geri dönüşsə təzədən baya girir. İnsan gözlüyü təqribən gələ bilər müəyyən bir hissəyə kimi və insan belə qırdısa selə girir ki və getdi artıq selə gedirsə burada dəstək və müqavimət bu hissənin arasında böyük bir məsafə var. Çünki burada əgər üzü aşağı bu hissəni qırıb düşsə biz selimizi buradan başlamalıyıq. Çünki o hesablayıb bizə buradan 4032-dən biz selə girməliyik. İndi isə gedək qrafiki bir yerdə atır və bir yerə uyğun da insanlar var, işləyir. Fikir verin, baba dəstək və müqavimətə görə qəşəng də işləmələr işləyir insan. Biri diyəcəsi pisdir, biri diyəcəsi nə bilim belədir, elədir. Müəyyən bir stopun götürür və başlayır işləməyə. Stop lossla. Fikir verin, nə qədər insana xeyir verir. Buradan qırdı, getdi, müəyyən bir hissə növbəti dəstək və müqavimətə heç çatmamış. Fikir verin. Görəcək müəyyən qədər xeyirdədir, bağlaya bilər. Artıq psixologiyasını qurub bu xəttlərin üzərində, dəstək və müqavimət xəttlərin üzərində adətən belə deyə future-də də bunu prob eləyib yoxlaya bilərsiniz. Fikir verin, düşüş. Burada mən Excel formatını paylaşmıyorum, mən saytı paylaşmışam. Artıq bu sayt vasitəsilə baxa bilərsiniz. Bu hissədə insan düşüşdən sonra bəsdir, bu hissədə baya girmə ehtimalı olmayacaq. Çünki sarı xəttlərə uyğun işləyir, insanların işləmə metodlarını deyirəm burada. Və insan gözləyəcək ki, bu hissəni qırsa, məsəl üçün keçəcək, bu hissəni təzdən aşağı qırsa, təzdən selə girəcək, sırazı qıran kimi girirlər. Çox əsasən də future üzrə işləyənlər. Məsələn, gör ki, trend düşüşdədir. Fikir verir ki, bu da qırsa düşüşə girir. Görür, yenə də düşüşdə gedir. Trend bir dənə qırsa düşüşə gedir. Burada qayıdan da trend görür, düşüşdədir. High, low və s. market strukturun biri dedikdən sonra high, low və s. o görür ki, yaxınlaşır. Bu hissə deməli buradan düşə bilər və s. Belə insan başlayır işləmlərə və gözəl bir nəticələr əldə edir. Fikir ver, insan buradan selə girməlidir, selə girir, bir partiyası yandırır, ikinci dəfə gəlir, yenə də kobud varı selə girir, üçüncü dəfə də gəlir, yenə də kobud varı buradan selə girir, 4032-dən sel göstərilib insana. Fikir ver, insan gözlüyü ki, müəyyən bir hissəyə gələ target bilə və yaxud da müəyyən bir 2-2, belə adətən əməliyyatları 2-2 açılar və yaxud da future-dədirsə 50%-in bağlayıb 50%-in saxlayırlar.
və yaxud da müəyyən hissədə bağlayıb təzədən əməliyyatını açırlar. Davamçı bayı bağlayıb selə açırlar future-də məsəl üçün. Belə bir metodda da hərəkət edib ki, verin gəlib bura çatana yaxın bir partiyada insan buradan geri dönüşü gözləyir. Burada qırdısa baya girdi fikir verin. Burada şamlar oynadı. Məsələn insan əgər açıbsa üzü yuxarı gedəcəksə gözləyir üzü yuxarı və yaxud aşağını açıbsa stopun qoyubsa burada stop olur. Növbəti hissə gəlir bu hissəni gözləyir ki bu hissədən düşüş və s. Belə bu xəttlərlə işləyir. Sonra deyəcəz ki bu xəttlərin çoxusu boş şeydir və yaxud da nədirsə. Bu 9 kvadratın o sayt elektron formada hesablamaq metodunu, insanların işləm metodu sizə göstərdim. Çətin heç nə yoxdur. Sadəcə prosta insan özün proqramlaşdırıb işləməyə bacarmaq lazımdır. Belə bir insanlar da qanun metoduna çoxlu yəni pullar qazanır. İndi mən bu bəzi yerlərdə göstərmirəm. Siz Bitcoin-də yoxlayın, siz nədə yoxlayın. Bir də əsas bir məqamı deyim sizə. Tutalım ki, kimsə euro, dollar və yaxud hansı kriptovalyutada nədirsə, tutalım ki 1.32 bunu beləncik eləyəndə bir balaca başqa rəqəmlər alınacaq onda. Baxacaq ki, məsələn ki, məsafə. İndi kriptovalyutada alınır, eləyə bilərsən 64 neçə və s. belə eləyəcəksən. Çünki kriptovalyuta məsafələr çox vaxtı çox gedib düşür, yoxluysan. Amma məsələn Forex-lərdə avronu və s. nəyisə eləyəndə burada bu məsafələr səncə böyük bir qiymətlərdir. Ona görə sən bunu nə eləməlisən? Deməli, vergülü yığışdırdın, nöqtə yazmışam. Tutam ki, nöqtədən sonra 32, nə bilim, orada 4 dənə rəqəm var, 58. Sən bunu yığışdırırsan, vergülü yığışdırırsan artıq. Vergülü yığışdırdın və poisk vurdun. Onda səndə nətər alınır? Onda səndə fikir verin. Və yaxud da bir dəqiqə vergüllə eləyim, vergül tam ki. Belə eləyəndə göstərəndə 2 qat həmənki şey alınır. Bunu yığışdırırsan, nöqtəni yığışdırırsan, beləncə hesablama versən. Deməli, nə baş verir? Burada deməli nədir? Fikir verin, mən bundan sonra 4 dənə rəqəmdir, düzdürmü? Və mən 4 dənə rəqəmi hesabla 1, 2, 3, 4. Deməli, vergülü buradan qoyacağım. Birdən sonra vergül qoyacağım. Və eləncə də cədvəlləri əlavə edir. Bax, burada 4 dənə. 1, 2, 3, 4. Deməli, bundan sonra vergül olacaq. Fikir verirsinizmi? Ben orada yazanda eləncə eləyəcəm. Yəni, düzəlişlər eləyəcəm. Bu xırdanı götürməyəcəm. 56 xırdanı götürməyəcəm. İşləyəcəm bu, belə deyim də, 4 rəqəmlərlə. Baxın, bu 4 rəqəmlərlə. Like vurun, bölüşün videomu, paylaşın ki çoxlu videolar çəkin. Bu metodu götürün. Future-də də yoxlayın, özünüzün, nə bilim, Forex-də də yoxlayın, baxın görün. Baxın görün, nə qədər üstünlük təşkil edir. Gedin yoxlayın. Hələlik dostlar.